Hoşluq yaranmaz. Verərsən də yaxşı arxadan da, buradan da zor. Salam əziz tələbələr, hörmətli müəllimlər. Biz bugün sizin görüşünüzə elə hesab edin ki, Özbəkistandan gəlmişik. Çünki ərsə gətirdiyimiz layihə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə aiddir. Söhbətimiz bunun ətrafında gedəcək. Görüşümüz bu məsul vəzifəyə aiddir. Sizləri salamladıqdan sonra bu layihənin ərsəyə gəlməsində bizim İsmail Yazarları Ədəbi İctimai Birliyinə dəstək olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürlərimi bildirirəm. Mən İsmail Yazarları Ədəbi İctimai Birliyinin sədriyəm və layihə mənim rəhbərliyim altında həyata keçsə də bir çox yoldaşlar bu layihənin ərsəyə gəlməsində bizə dəstək olublar, yardımcı olublar və biz bu işi ərsəyə gətirməkdən qürur duyuruq. Çünki dünya bizə böyük görünür. Dünya çox balacadır və bu balaca dünyada böyük xalqlar yaşayır. O böyük xalqlardan biri elə bizim xalqımızdır. Bizimlə qardaşlıq edən ölkələr var. Bizim milli adət-ənənələrimizlə oxşarlıq olan qardaş ölkələrin adət-ənənələri var. O səbəbdən biz layihəmizi Özbəkistana yönəltdik. İstədik ki, bu layihə ilə biz Özbəkistan ədəbi əlaqələrini Azərbaycana gətirək və Azərbaycan ədəbi mühiti barədə Özbək yazarlarımıza, dostlarımıza məlumatlar verək. Bu kitabda, yəni daha doğrusu layihənin məhsulu olan kitabda 11 Azərbaycan şairinin və 11 Özbək şairinin şeirləri cəmlənibdir. Hər şairdən 6 şeir vermişik. Şeirlər Azərbaycan dilində olanları Özbək dilinə tərcümə olunubdur. Özbək dilində olanları isə Azərbaycan dilinə tərcümə olunubdur. Şeirlərin hər iki variantı kitabda verilibdir. Məqsədimiz sizlərə, oxuculara bizim dilin Özbək dilindən nə qədər yaxın olduğunu, ədəbiyyatımızın Özbək ədəbiyyatına nə qədər oxşar olduğunu diqqətə çatdırmaq olubdur. Özbək dilindən şeirləri mən Ədəbi İctimai Birliyin sədri şair Şah Məmməd Dağlaroğlu, o mənəm. Özbək dilindən tərcümələr mənimdir. Azərbaycan dilindən Özbək dilinə tərcümələr isə Azərbaycanı özünün doğma vətəni sayan, özünə çox yaxın bilən Şəhla xanım Qasımovanın tərcümələridir. Şəhla xanım Azərbaycanda dəfələrlə olubdur. O, Azərbaycan ədəbiyyatı xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü adını belə alıbdır. Mənə gəldikdə, mən tarıca 10 ilə yaxındır Özbəkistan ədəbi mühitinə yaxınlaşmışam və bu yaxınlaşmadan olduqca məmnunam, olduqca qürurluyam. Çünki mənim
vətənimdən xeyli aralıda olan, bizə mədəniyyəti yaxın, dilimiz ortaq, mədəniyyətimiz ortaq olan bir xalqla yaxınlıq eləmək, dostluq eləmək məni xeyli, belə deyək, sözün həqiqi mənasında ucaldıqdır. Bu işi görməklə mən özümü xeyli rahat hiss edirəm. Çünki Özbək ədəbiyyatını Azərbaycana gətirmək, Azərbaycan oxucularına çatdırmaq, sevdirmək mənim fikrimcə o qədər də balaca bir iş deyil. 50 ildə Azərbaycanda 8 kitabım çıxırsa, 8 ildə Daşkənd şəhəri. Bu kitablardan biri Özbəklərin Əlişir Nəvainin hikmətləridir. Əlişir Nəvainin dilini Azərbaycandan Özbəkistana getmiş bir adam olduğu üçün mənə təsəvvür gəldi. Azərbaycanla yazılmış hikmətlərdir. Onu tərcümə etdim. Bu tərcümələri görə Nəvainin 580 illiyi Yubiley medalı ilə təmsil etdim. Burada biz Türk dövlətlərinin birliyindən danışırıq. Bu dövlət səviyyəsi bunlar. Mən millətçi deyiləm, amma mənim bir il öncə Özbək xalqı qarşısında xidmətlərimi müzakirə edib bir dərəcəsi ilə mükafatlandırılan deyərdim. Çünki mən akademik özümü saymıram, amma Özbəklər məni akademik sayırsa, bu onların baxışıdır, bu onların böyüklüyüdür. Özüm haqqında suallarınız olsa deyəcəm, çünki layihəyə getmək lazımdır, layihənin işindən danışmaq lazımdır. Bu arada mən zala baxıram, mən gənclik illərimi xatırlayıram və hər dəfə mən gənclərlə görüşəndə onlara ilk tövsiyəm olur ki, həyatı sevin, sizə zəhmət çəkən insanların zəhmətinə dəyər verin, nənənizə, babanıza qocadır deməyin, köhnəliyin qalıqıdır deməyin, çünki siz də yaşlaşacaqsınız, siz də gəlib onların yaşına çatacaqsınız və siz də inşallah öz balacalarınıza, öz nəvələrinizə, nəticələrinizə ay bala ağıllı ol, ay bala eləmə deyəcəksiniz. Ona görə də indidən onların zəhmətinə yüksək dəyər verin. Sizin bu ali, belə deyək, məktəbdə təhsil almağınız bilavasitə onların zəhmətinin nəticəsidir. Sizi böyüdüblər, zəhmət çəkiblər. Siz də çox sağ olun ki, onların zəhmətinə dəyər verib bu peşəni seçmişsiniz. Bu peşə deyəndə siz yəqin ki, ədəbiyyat fakültəsiniz. Ona görə də mən məktəbin rəhbərliyinə də dönə-dönə təşəkkür edirəm ki, bizim qarşımıza digər fakültələrin deyil, ədəbiyyat... Məktəbə qədər, üzr istəyirəm, məktəbə qədər. Məktəbə qədər. Yəni daha çox bağçada işləyəcəklər, müəllimə işləyəcəklər və inklüziv təhsil şöbəsidir. Olsun. Mən fikirlərimə düzəliş verə bilərəm ki, əgər siz məktəbə qədər, belə deyək, fakültənin tələbələrsinizsə, sizin işiniz daha müqəddəsdir, daha ağırdır, daha məsuliyyətlidir. Hər birinizə can sağlığı arzu edirəm, amma xahiş edirəm ki, mən birbaşa danışmayım yenə, siz suallar verəsiniz, yəqin ki, həyat təcrübəm, bildiklərim, elə sual verərsiniz ki, bilmərəm, gedib öyrənərəm. Sizə uğurlar arzu edirəm və böyük məmnuniyyətlə sözü Əli bəyə verirəm. Əli bəy Azəri yazıcıdır, romançıdır, çoxlu hekayələri, povestləri, romanları var. Özü haqqında yəqin ki, özü danışacaq, mən danışsam, mən qısa danışmağı sevirəm. Əli bəy bir qədər daha geniş məlumat verər, sizi mütaliəyə yəqin ki, dəvət edəcək, mütləq dəvət edəcək. Siz Əli bəyin kitablarını əldə edib oxumağa çalışacaqsınız, mən güman edirəm. Əli bəyin redaktəsində Xəzan jurnalı işıq ucu görür, artıq 10 ildir. Əli bəy həm də
bu yaxın illərdə, yəni bizim tanışlığımız müddətində mənim tərcümələrimdə olan özbək şairlərinin şeirlərini, yazılarını özünün Xəzan jurnalında çap edib və o qəzetlərin, üzr istəyirəm, jurnalların, materialların özbək xalqına çatdırılmasında da xidmətlərini göstəribdir. Hətta özünün Özbəkistanda çap olunmuş hekayələri də vardır. Buyurun Nədi bəy, icazə versə. Buyurun, buyurun. Çox sağ olun, təşəkkür edirəm. Bugün çox xoşdur ki, sizinlə bir auditoriyada yığışmışıq, belə bir tədbiri qeyd edirik. Həm sizin üçün xoş olsun, həm də mənim üçün xoşdur ki, sizin qarşınızda çıxış eləmək şansı yaranıb bu günləri. Sizdən bir şey soruşum. Harada təhsil aldığınızın fərqindəsinizmi siz bu günləri? Sən bilirsinizlər, siz hansı müəssisədə təhsil alırsınız. Sizin məktəb müxtəlif adlarla fəaliyyət göstərir. Bundan əvvəldə gərək ki, Sabir adına texnikum deyirlər də. Sabir adına texnikumu bizim korifeylər elə yüksək qiymətləndiriblər ki, mən bunu bilmirəm, sizə deyiblər, demiblər, indi xatırlayacam və siz bundan daha xüsusi zövq alasınız. Sevinəsiniz ki, doğrudan da biz burada təhsil alırıq. Qafqazın 19-cu əsrdə ən məşhur bir seminariyası olub, Qori seminariyası. Eşitmişsiniz də bu haqda. Bax, Sabir adına texnikumu bizim 20-ci əsrin 30-cu illərindən üzübəri Qafqazın ən böyük Qori seminariyası ilə bərabər səviyyə tutublar. Gəlin, özünüzü bir ürəkdən alqışlayaq ki, siz burada siz müxtəlif vəzifələrdə işləyəsiniz, ailə qurasınız, müxtəlif peşə sahibləri. Ən yüksək, Azərbaycanın ən yüksək təhsil müəssisələri ilə bərabər tutulur. Yəni, eyni səviyyədə tutulur. Mən bunu ağsaqqallardan, alqışlaylardan eşitmişəm. İkincisi, bizim özbək xalqı ilə qarşılıqlı münasibətlər. Burada da deyək, kinoda görürük, Ambuş tarlalarını bulmuşuz ki, niyə başqa millətlərlə yox, məhz özbəklərlə bu qədər yaxınlığımız var. Sonra hərbi xidmətli olan zaman biz gördük ki, özbəklər öz qonşu qırğızlar kimi baxırlar. Şahməmməd Dağlaroğlu qeyd elədiyi kimi, mən 10 ildir ki, bir jurnal redaktoruyam. Bu işlə ünsiyyət qurmuyum, Azərbaycan dilində ünsiyyət qurum. Baxarım, görürüm ki, Azərbaycan dilində onlar elə mənim kimi danışırlar, nə yazırlar. Bəzi hərfləri, bəzi sözləri görürsə, səsləri fərqli orada. Məsələn, deyək, biz Abbas yazırıq, onlar Abbos deyirlər. Biz deyək ki, Osmanov deyirik, onlar Osmanov deyirlər. Hüquqlarda belə və son görüşdə, düşənbə görüşündə gördüyünüzdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev, Özbəkistan Respublikasının prezidenti Cənab Şəfqət Mirzəyevlə tərcüməsiz danışdılar. Gəlin, onları da bir alqışlayaq. Akademiki Kumilyovun araşdırmaları var. Bizim kökü bir yerdən götürürlər. Yəni, özbəklər Azərbaycan kökənlidirlər. Buradan ora getmiş bir millətdirlər. Onların qədim adı olub Azbək. Azbək deyilmişdir özbəklərə. Sonralar araşdırmalar göstərir ki, onlarda iqlimə uyğun olaraq sözləri o ilə tələffüz edildiklərinə görə Azbək dönüb olub Ozbək, sonra da Özbək. Yəni, bu adın toponimi, necə deyərlər, etimologiyası buradan bağlıdır və nəhayət bu akademik araşdırmalarla nəticəsindən belə qənaətə gəlmiş ki, biz bir kökdən yaranmışıq. Özbəklər Azərbaycan kökənlidirlər, bizdən yaranıblar, bizim oğlumuzdur, qardaşımızdır, əmoğlumuzdur, yəni yaxındır. Buna görə də onlar başqa türk dilli xalqlardan fərqli olaraq biz Azərbaycan xalqına daha yaxındılar və biz də onların qarşılığını çalışırıq gətirək. Bu günləri bəli, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə İsmaili Yazarlar Ədəbi İctimai Birliyinin dəstəyi tərcüməsi ilə, Şahməmməd Dağlaroğlu'nun tərcüməsi ilə belə bir iş görülüb, ortaya qoyulub. Azərbaycan şairlərinin şeirləri Özbək dilinə tərcümə olunub, Özbək şairlərinin şeirləri Azərbaycan dilinə tərcümə olunub. Bizim bu yaradıcılıq, ədəbi və əbədi körpümüz artıq müstəqillik dövrümüzdə qoyulub və biz davam edəcəyik. Sizin əgər bir hiss və həyəcanınızı, duyğularınızı əks elətdirən bir yazı
sosial şəbəkə üzərindən paylaşarsınızsa, tam arxain olun ki, Özbək xalqının nümayəndələri onu bizim Azərbaycan dilində oxuyacaqlar və necə lazımdır başa düşəcəklər. Yəni bizim aramızda tərcüməçiyə ehtiyac yox. Özbək şairlərindən klassik şair biz Əlişir Nəvaini qeyd edirik də. Bizim Nizami Gəncəvi qədər Özbək xalqının da o, yəni Tanrı yaradan Azərbaycan xalqına bir Nizami Gəncəvi bəxş edibsə, Özbək xalqına da bir Əlişir Nəvai bəxş edib. Yəni bu iki dost, qardaş xalqları bir-birindən ayırır. Necə ki, dünyada bu günləri bizim Nizami Gəncəvinin xəmsəsindən, poemalarından bəhrələnirlər, hikmətlərindən bəhrələnirlər, eləcə də Özbək ədəbiyyatının banisi Əlişir Nəvaidir. Və bu günlərdə biz ortada onlarla Özbək şair və yazıçılarını tanıyırıq. Onların əsərlərini biz sosial şəbəkə üzərindən sərbəst oxuyuruq və başa düşürük deyək ki, bəzi sözlərin tərcüməyə ehtiyacı olsa da. Bizim Şah Məmməd Dağlaroğlu bu işdə mənim tanıdığım Azərbaycanda ən fəallardan biridir. Düzdür, başqa şairlərimiz də bu işdə canfəşanlıq edirlər. Ancaq Şah Məmməd Dağlaroğlu bu işdə deyək ki, öndə gedəndir. Bir günləri şair mənə zəng elədi, dedi ki, Özbəkistan səfirliyini tanıyırsan? Dedim ki, yox. Deyib, Bakıda yaşayırsan, ancaq Özbəkistan səfirliyini tanımırsan. Məni orada dəvət ediblər. Birlikdə gedərik, dedim, niyə getmirik, gedərik. Birlikdə oturduq maşına, getdik Özbəkistan səfirliyinə. Özbəkistan səfirliyində Şah Məmməd Dağlaroğlu'na Özbəkistan Respublikasının adından bir təşəkkürnamə verdilər. Yadınızda şair. Özbək səfiri. Mən qaldım bir məhətəl. Dedim ki, sən nə ayrımsan? Dedi, heç 5-6 nəfər Özbək şairinin şeirlərin Facebook üzərindən yayımlamışam. Fikir verirsiniz, bunlar ədəbiyyata bu qədər diqqətli yanaşırlar. Özbəkistanda orada bizim mədəniyyət mərkəzi var, sözsüz. Burada da səfir var. Orada yüksək səviyyədə təqdim ediblər ki, Azərbaycanda belə bir şair var, Özbək şairlərinin şeirlərini tərcümə edib, Facebook üzərindən yayımlıyor. Sonra eşitdim ki, şairi Özbəkistana dəvət ediblər, orada görüşlər keçiriblər. Sonra bizim ikinci bir şair dostumuz var, yəqin ki, burada adını çəkərik, Damət Salmanoğlu. Damət Salmanoğlu da bir poema yazdı, Özbəkistana salam. Bir də gördük ki, Özbək şairləri bu poema ilə maraqlanırlar. Orada bir Güzirə Şərifova var. Onlar Güzirə Şərifova deyirlər, biz Güzirə Şərifova deyirik. Bir gün mənə yazdı ki, Əli bəy, sizdən bir şey soruşmaq olar, dedim, buyurun. Deyir, siz Rus dilini bilirsinizmi? Bizim bilirsiniz də, Sovet dövründə ortaq dilimiz Rus dili olub. Yəni, bir-birimizlə çətin sözləri Rus dilində anlaşmışıq. Dedim ki, bu Damət Salmanoğlu şairin özündən soruşmağa biraz düz hesab eləmədim. Bəzi sözləri var, onların belə də tərcüməsində biraz çətinlik çəkirəm. Olarım ki, o sözləri sizdən soruşum, siz onun qarşılığını mənə Rus dilində yazarsanız. Dedim, olar. Yəni, o boyda poemadan cəmi 4-5 söz soruşdu, mən də onu izah elədim və son olaraq dedim ki, sizin Özbəkcədə bu necə uyğun olarsa, o cür qarşılasanız, şair buna etiraz eləməz. Sonra Özbəkistanda həmin o poemanı ayrıca kitab şəklində çap elədilər. Damət Salmanoğlu'nu dəvət elədilər. Orada yüksək səviyyədə, institutda, Özbəkistan Yazıçılar Birliyində Damət Salmanoğlu'nun görüşünü keçirdilər. Həm tələbələrlə, həm orada da yaradıcı insanlarla. Yəni, bu qədər biz özbəklərlə yaxınıq. Onların öyrənmək kimi deməsəm də, ancaq yenə də bilirsiniz də, insana deyirlər ki, nə qədər öyrənsən, yenə də azdır. Çünki insan bir ömür boyu öyrənir, yenə də azdır. Orada Səadət adında bir jurnal çıxır. Özbəkistan Respublikasının ədəbi jurnalıdır. O jurnal bizim Azərbaycan jurnalını eşitmişsiniz də. Yəni, Azərbaycan Yazıçılar Birliyinin orqanı Azərbaycan jurnalıdır. Özbəkistan Yazıçılar Birliyində orqanı Səadət jurnalıdır. Mənim bir hekayəmi tərcümə elədilər Özbək dilinə. Orada həmin jurnalda çap elədilər. Hekayənin adı Azərbaycanda belə idi. Yaddaş müəllimin yaddaşsızlığı. Özbəklər tərcümə elədi. Kuçlu müəllimin belə. O qədər onların xoşuna gəlmişdi. Bilirsiniz, müəllim sözü belə təsəvvürə gəlməz ki, müəllimin yaddaşsız olanda adam da yaşlanır da, qocalır. Şagirdin nə vaxtsa dərs dediyi tanımaya bilər də.
Şagird gəlir, görür ki, bulağın üstündə oturub müəllim, tez maşını saxlayır, düşür, gedir, görüşür edir. Müəllim də çox yaşlanmışım, 90-dan çox olmuş. Deyir, mən sizin şagirdiniz olmuşam. Şagird böyüsə də, başqa işlərdə işsə də elə bilir ki, bu müəllim onu yadında saxlamalıdır, tanımalıdır. İndi siz də bir 10 ildən sonra hansısa müəlliminizlə küçədə rastlaşanda tez dönüb müəllimlə görüşürsünüz. Ancaq fikirləşin ki, siz çoxsunuz, ancaq o təkdir, o yadında saxlamaya bilər. Və belə, hörmət mənasında. Və o Münəvvər Osmanova mənə öz ürək sözlərini yazdı gəlib verməyəm. O qədər xoşuma gəldi ki, yəni yeni bir şey oxudum da burada, müəllim-şagird münasibətlərinin 10 illər keçəndən sonra. Mən də sizə həmin o kitabı açanda təsadüfən Münəvvər Osmanovanın bir şeiri çıxdı qarşıma. Sözsüz ki, şair Şahməmməd Dağlaroğlu tərcümə edib. Onun son bir bəndi icazə versəniz oxuyaram, sonra çıxışımı davam edəyəm. Ey Qaranquş, şeirinin adı belədir, Qaranquşa müraciət edir. Bilirsiniz də, Qaranquş quşlar içində köçəri quş kimi tanınır. Köçəri quşlar çoxdur, ördəklər, qazlar, turnalar. Ancaq biz daha çox Qaranquşla ünsiyyətli oluruq da, çünki heç görən olubmu ki, Qaranquş gedib ağaçda yuva qursun. Qaranquş gəlir eyvanda yuva qurur, evlərdə yuva qurur da, belə şiferlərin altında. İnsanlara yaxın daha çox Qaranquşdur. Qaranquş gəlir, insanlarla bir ünsiyyətdə olur deyək ki, sonra da payız gələn kimi də köçür gedir və Münəvvər Osmanovanın Qaranquşa müraciət eləməsi bu təsadüfdən deyil. Onlar da o qədər belə duyğusal insanlardır. Yazır, ey Qaranquş, tələsən sənəm, getmə, qar da yaxsa, nədir qəm? Quş yuvasına gecə nurlu şəm, tutan eli hardan taparsan? Belə eli hardan taparsan? Təsəvvür edirsinizmi? Yəni, biz insanlar da o qaranquşun yuvasının üstünü həmişə örtün saxlayırıq ki, qar yağmasın, yağış yağmasın. Yəni, belə eli hardan taparsan? Və bu mənim çox xoşuma gəldi. Təkcə bu özbəklərdə deyil, biz Azərbaycanlarda da belədir bu quşa qarşı. Mən eşitməmişəm ömrümdə ki, kimsə daş atsın, ya uşaqlar raqatka ilə atıb qaranquşu vursun, belə. Siz eşitmişsiniz mi belə bir şey? Mən də eşitməmişəm. Yəni, bu özbəklərdə də yoxdur, Azərbaycanlarda da yoxdur. Biz təbiətin yaranışlarına qarşı necə duyğusal sevgi ilə yanaşırıqsa, özbək qardaş bacılarımız da bu qədər sevgi ilə yanaşırlar. Bir filmi vardı, Özbəkistan qızı gəlir burada sosial yarışda, pambıq tarlalarında gəzir. Qarşınıza Özbək filmi çıxdı, baxın. Elə biləsiniz ki, elə Azərbaycan filmidir. Özbək müğənnisi çıxdı, dinləyin. Görə hiss eləmirsən də, tam olaraq duyursan. Bir işlərdə yazmağa, eləsi var 9 yaşında, eləsi var 15 yaşında, ən geci. Eləsi də var ki, sıxır yaradıcı Nəriman Həsənzadə baş redaktor olanda. Sonra tali elə gətirdi ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə girə bilmədim. O vaxtda belə bir maneə var idi. Yəni, indiki kimi test üsulu deyildi. İmtahanı verirdin, şifahi yazılı, qarşında oturan müəllimlər nə qiymət istəsəydi yazardım da. 2-4-2-3 ilə konkursa düşdüm və sonra fəaliyyətdə bir dəyişiklik oldu. Getdim, oldum hərbiçi. Rus ordusunda, Sovet ordusunda xidmət elədim, sonra Azərbaycanda müharibə başladı. Ən çox təsir edəndə Xocalı faciəsi oldu. Mən də o vaxt sizdən deyək ki, 1-2 yaş fərqli olardım da, 23-24 yaşında eşitdim ki, Xocalıda ermənilər qırğın ediblər və Rusiyada xidmətimi dayandırdım, qayıtdım, gəldim. Elə bildim ki, mən qayıtmasam, ermənilər gəlib Azərbaycanın başqa yerlərində də Xocalı qırğın edəcək. Yəni, o hissi yaşadım. Sonra Azərbaycan ordusunda xidmət elədim, 2002-ci ilə qədər döyüş əməliyyatlarında oldum, zabit kimi döyüşlərə rəhbərlik elədim. Ateşkəs dövründə də cəbhə bölgəsində xidmət elədim. Yəni, arxaya çıxandan sonra baxdım, gördüm ki, bu müddət ərzində düzdür. Cızma qaralarım olurdu, yazırdım, ancaq heç halda çap olunmurdum. Çünki hərbi xidmətlə yaradıcılıq, necə deyirlər, indiki bəlkə ateşkəs dövründə yazanımız çoxdur, şairimiz, yazıcımız. Ancaq ədəbiyyatda Qarabağ mövzusun yazan yoxdur. Heç Ermənistan xalq artisti adını almışdı, sonra Azərbaycan xalq artisti, sonra bunu götürdülər, istəyir xalq artisti adını verirlər. Nə oldu axı bu millətə ki, bir-birinə belə qənim kəsirdilər? Və başladım Qarabağ mövzusunda araşdırmalarımı aparmağa, bu iki millətin sosial düşüncələrin, bir-birinə qarşı hissgələrin, qəzəbin öyrəndim. Qəmli bel müsibəti.
İki Zəngəzurlu zabit. Bax, bu mənim 2 povest, 2 romanımdır çap olunub. İndi Mədəniyyət Nazirliyinin tərəfindən də bir povestimi ayrıca kitab şəklində çap edirlər. Onun adını mən qoymuşdum Erməni Borisov. Sonra bu son hadisələrdən sonra, yəni bildiyiniz də bizim bütün Azərbaycan ərazilərindən ermənilər çıxdılar. Xan kəndində də yəni yoxdular. Artıq Qarabağ tamamilə Azərbaycan torpaqlarıdır. Ermənilərin də orada təzədən qayıdıb yaşaması qeyri-mümkün olan şeydir. Mədəniyyət Nazirliyindən təklif elədilər ki, Əli bəy, bəlkə bu Erməni Borisov adını dəyişək. Dedim ki, məsləhət necədir? Dedilər, burada baş qəhrəman Toğruldur. Toğrul o vaxtları 86-88-ci illərdə hələ Rüşeymilər təzə-təzə peyda olanda bu mübarizə aparır, milli mübarizə aparır. Dedim, olsun, adını dəyişib qoydular Toğrulun mübarizəsi. Bilirsiniz, millətləri bir-birinə düşmən eləmək bu ancaq arada qara qüvvələrin işidir. Məhsəti türklərlə özbəklər bir-birinə qənim kəsirdilər. 89-cu ildə biz məcbur olduq onlara qarşı vuruşaq. Yaxşı, bəs orada bu nə idi? Hər dəfə vuruşam, onlar da demirlər. Deyirəm, axı, nə oldu birdən-birə? Kim çıxdı ortaya ki, iki qardaş xalqı bir-birinə qənim elədi? Yəni, bu elə bir şeydir ki, fitnə, fəsad salmaq, iki bacının arasına da salmaq olar, iki qardaşın arasına da salmaq olar, iki dostun arasına da salmaq, iki qohumun. Yəni, bu elə bir şeydir ki, yalnız və yalnız müdrik insanlar, dahi insanlar bir-birinə düşmən olmazlar. Ancaq ümumi götürəndə biz hamımız adamıq, insanıq, biz də səhv edə bilərik. Ona görə də bax, belə-belə hadisələr olub və bu hadisələrin də fonunda biz əsərlər yazırıq, çalışırıq ki, orada hər millətdən personaj olsun, hər millətin öz həqiqətləri və səhvləri var. Mən sonuncu romanım İki Zəngəzurlu zabit romanında bir Azərbaycanlı götürmüşəm, bir erməni götürmüşəm. Bu Azərbaycanlı və erməni Sovet ordusunda xidmət ediblər, Qafqazlı kimi, o vaxt Zaqafqaziya deyildik, bəzi də Zaqafqaziyalı kimi, hətta Zəngəzurlu kimi tanış olublar, münasibət qurublar və bunların, gənclərin münasibəti orada dostluğa çevrilib. Hamı orada başqa millətlərdən onun bu ikisinin dostluğuna həsəd aparılır. Ancaq sonralar nə oldu? Bu dava saldıran ortaya, erməni gəldi Ermənistan tərəfə, Azərbaycan gəldi Azərbaycan tərəfə və burada məcbur oldular bir-birinə qarşı vuruşsunlar. Bu, yenə deyirəm, nə Cəfər Cabbarlının 1905-ci ildə əsəri deyil, nə də İlyas Əfəndiyevin Dağlar arxasında 3 dostu deyil. Bu, tamam başqa bir əsərdir. Əgər qarşınıza çıxarsa, oxuyarsınız, mən də sevinərəm. Və son olaraq, nə deyə bilərəm sizə? Bir daha, mən çox sevindim ki, sizinlə bugün görüşdə çıxış eləmə imkanı qazandım və sizi də belə çox həvəsləndirirəm ki, harada olursunuz olun, bu məktəbi heç vaxt unutmayın. Siz elə bir məktəbdə təhsil alırsınız ki, Azərbaycanın ən yüksək statuslu məktəbidir bu. Ən yüksək statuslu məktəbi Təhsil Naziri müəyyənləşdirməyib, yəni dövlət xəttinə xalq müəyyənləşdirib. Çünki ağsaqqallar, ağbirçəklər deyirlər ki, bu məktəb Qafqazın ən yüksək statuslu məktəbi olan Qori seminariyasına bərabər məktəb olub. Və ən ümdəsi də siz az yaşlılarla, məktəbə qədər uşaqlarla işləyəsiniz. Məktəbə qədər uşaqların elə bir həssas dövrüdür ki, o dövrdə evdə anasından, xalasından, bibisindən daha çox tərbiyəçini, müəllimi işləyəcək. Siz onun güzgüsünə nə təsvir edəsəniz, nə çəksəniz, o da gələcəyin onun üzərində quracaq. Sağ olun, təşəkkür edirəm və sizə uğurlar arzulayıram. Bəlkə suallarım. Rəqəmlərindən, konkret tarixindən, şair biraz xəyalpərəst, biraz oradan danışır, biraz buradan danışır. Amma yazıçılar daha məntiqli, o da nədən irəli gəlir? Mütaliənin, sözə verilən dəyərin, belə deyək, qurulan cümlənin, belə deyək, təsirindəndir. Əli bəy, mən sizə də təşəkkür edirəm. Sizin burada olmağınız, əlbəttə, burada əyləşən gənclərin xatirəsindən heç zaman silinməyəcək. Siz 40-50 yaşınıza çatanda da bugünkü günü xatırlayacaqsınız. Bir şair gəlmişdi, bir yazıcı gəlmişdi, özbəklərdən danışdılar. Və xatirənizdə bugün
yaxşı bir gün kimi qalacaqsa, bizim ruhumuz da onda yəqin sevinəcək. Əli bəy biraz öncə bizim səfirliyə dəvətimizi xatırlatdı. Mən demədiklərimi istəyirəm deyim. Bəli, səfirlikdə səfir bizi qəbul elədi. Mən elə özbək dilində danışdım səfirlə. Çox xoş oldu ona. Mən Özbəkistanda keçirilən bir müsabiqənin dəyərin yüksək olsun. Onlar deyiləm, əmim yoxdur, qayım yoxdur. Birinci yeri mənə vermişdilər. Mükafatını səfir mənə zərfdə verdi. Qədərini də dedi. 22 milyon 300 bin Özbək pulu. Milyonlar sözlük ki, insanı cəlb edir, milyon, 22 milyon. Mən ədəb əlaməti olaraq səfirə minnətdarlıq elədim. Onların beləcə bizim 170 manatımız onlarda, amma din fərqinin olduqca. Özbəkistan var, şehirləri var. İstəyir ki, sərfəçilik deyil axı. Qabili işləyir. Tərcümə edəsən. Həm də başqa işlər də var. İsmail birliyi var. İsmail'də fəaliyyət göstərir. Onun böyük hissəsini mən ədəbiyyata. Ona görə də mən demək olar ki, hər gün Özbəkistandayam. Dostlarımla danışıram, yazışıram. Görürəm, mənim Facebook səhifəm elə Şahməmməd Dağlaroğludur. Kimə maraqlı gələrsə, mən yazdığım şeirləri kitaba, jurnala göndərməmişdən qabaq orada çap edirəm. İsmail'də böyük boy atmışam, şair olaraq çox erkən başlamışam yaradıcılığa və mənim İsmail ilə bağlı, vətənlə bağlı, Azərbaycanla bağlı bir çox yazılarım var. İsmail haqqında şeirimi sizə səsləndirmək istəyərdim. Mən elə bilirəm ki, burada İsmail'dan olan da olar. Ola bilməz ki, bu boyda kollecdə İsmail'dan olan olmasın. O gün boylan dağın, daşın dodağında, İsmailli torpağında. Dolan düzü çıx zirvəyə, gözəlliyi duyum deyə, hər nemətdən düz süfrəyə, buz bulağın qırağında, İsmailli torpağında. Qartal qıyı, maral səsi, Girdimanın sərt nərəsi, sevənlərin zümzüməsi, bulaqların dodağında, İsmailli torpağında. Arxalıdır sıra dağlar, bir üzü gül, bir üzü qar. Bir şairə, bir şair var hər ananın qucağında, İsmailli torpağında. İsmailli torpağında yaşayıb, şair, yəqin ki, mən seydurarım. Çünki aranızdan yaxşı pirətçilər var yəqin ki. Yoxdur. Biraz tədbirimizi ünsiyyətçil aparaq deyənə fikirləşirdim ki, bu kitabda olan şeirlərdən birini kim ürəklidirsə götürsün, oxusun bizim. Və kitabı sonunda hədiyyə edək həmin şəxsi. Kitabı həmin şəxsi hədiyyə edək. Yəni, kitabı da həmin şəxsi hədiyyə verir, gözəl təmizlik. Birini əlbəttə. Birini. Biz kitabları sizin kitabxananıza verəcəyik. Sizin hər birinizdə edəcək qədər kitabımız yoxdur. Amma kitabxananızda məktəbin, daha doğrusu təhsil ocağının kitabxanasından istədiyiniz var. Həmin kitabları yoxdur rəqəbi. Var. Gəl bala, gəl, gəl. Turanın ürəyi. Bu
Bu şeir niyə Turanın ürəyidir? Turanın ürəyi mənim aləmimdə elə Özbəkistandır. Özbəkistanın böyük şairi, Özbəkistanın xalq şairi, xalq qəhrəmanı. Özbəklərdə onu da deyib ki, o qədər ədəbiyyata, sözə, sənətə dəyər verirlər ki, yaxşı şairi, mükəmməl şairi, xalq şairi saymaqla bərabər həm də ona xalq qəhrəmanı fəxri adı verirlər. Özbəkistanın xalq şairi, xalq qəhrəmanı, Özbəkistan dövlət himninin müəllifi Abdullah Arifov Azərbaycan haqqında 17 beytdən ibarət bir şeirini oxudum və fikirləşdim ki, elə bu ritmdə, elə bu notda mən də bir şeir yazdım. Amma o şeirə mən deməli, böyük ustad, Özbəkistan Respublikasının xalq şairi, xalq qəhrəmanı Abdullah Arifovun Azərbaycan şeirinə belə deyək ki, nəzirə. O, rəhmətlik 2016-cı ildə dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Özbəklərin ən gözəl, belə deyək, bizə götürülə biləcək, bizlə də təkrarlana biləcək adətləri var. Ustadların adını çəkəndə mütləq ahirəti abad olsun, yəni Allah rəhmət eləsin deyirlər. Biz də ustada rəhmət deyirik və onun belə bir deyimi var həmin şeirdə ki, mövcud olmasaydı aləmdə əgər xəyalda tapardın Azərbaycanı. Yəni Azərbaycan onu gör. Dolansam əgər dünyanı, seçərdim, sevərdim Özbəkistanı. Allah yaratdığı hər yer gözəldir. Vətəndir coşduran damarda qanı. Ana darda olsa, oğul tab etməz. Qoruyar şərəflə namus vicdanı. Atası, babası mərd olanları, günbəgün ucalar şöhrəti şanı. Döyüşdə hamının payına düşməz. Haqqın bəxşişdir şəhidlik anı. Silaha əl atar qolu güclülər, müdriklər yatılar sözlə davranır. Mükəmməl olduqca ilqab, etibar, heç vaxt əsirgəməz dost dostdan canı. Zamanın saatı tüklə işləyir, tük səsi tutacaq bütün cahanı. Qaranlıq gecənin zülmətlərindən, dözüm, səbir çəkib çıxarar danı. Qarabağ savaşı bir sınaq oldu, yaxşı bax, dostları əziz tut, tanı. Nizami, Füzuli, Həzrət Nəvai, göylərə qaldırdı yurdu məkanı. Babəkin, Teymurun xələfləri, kim bizə tapşırıb bu yurdu tanı. Mehr ilə, dostluqla qovuşacağıq biz. Önə çıxa bilər səni tumanı. Elmimiz atdıqca tutulub uca, müqəddəs kitabı, dini imanı. Dostlar bir-birinə gen atsın bucaq, toylarda dinləyək tarı kamanı. Bək tutaq əl-ələ, dostluq, qardaşı, gülüb üzümüzə birlik ham zamanı. Bağrıma basıram o özbəyi ki, sevir, əziz tutur Azərbaycanı. Söz vermişikdən. Oldu. Qoyarıq. Əyləş. Çox təşəkkür ederim. O bizə də yekunlaşdıraq. Ben bu kitaptan bir bayrak yaratıp gövdeye takım Buyur. Yok, bu etirafı yaza bilmirəm. Bununki qələmlik, kağızlıq deyil. Səssizcə göylərə uçurtmaq olar. Bu qəmlik dillik deyil, ağızlıq deyil. Bütün zamanlar mı belə olublar? Tarix kitabları gömülüb hara? Bütün adamlar mı belə olublar? Hamı nəfsindən mi çəkilib dara? Bəşər övladının istəyi nədir? Nə deyib düşünür başlar kəsəndə? Heç mi ürəyinin başı göynəmir? Arılar inciyib, quşlar küsəndə. Görən hansı dinə qulluq edirlər? Ölkəni ölkəyə vuruşduranlar, qardaşı qardaşa düşmən edənlər,
qonşunu qonşuya tutuşduranlar. Gözləri açdımı sərfəsi toxuma, qarğa quzğunların, leş yeyənlərin, üstündə əsdiyi balası yoxmu, bomba zavodunda işləyənlərin, başını itirib din başçıları, mömin qiyafəli kafir olublar. Bütxanə, sinagog, məscid, kilsədə şeytan at oynadır, ya əli qap var. Görüb böyüklərin bədəməlini, dünyaya peşiman gəlir uşaqlar. Bir yanda çöplüyə atılır çörək, bir yanda acından ölür uşaqlar. Çiçeği burnunda ölən oğullar, görən qurban gedir hansı niyyətə? Hamımı ağlını itirib yoxsa, dur deyən yoxdurmu bu zehniyyətə? Küre şəklindədir yer dedikləri, birinə şərq olan, birinə qərbdir. Mən səni öldürüm, sən məni öldür, adını nə qoysam, hərb elə hərbdir. İldə neçə 100 min qurban verilir, zəlzələ, yanğına, selə azdırmı? Yəni bu dünyada sülh istəyənlər, savaş deyənlərdən belə azdırmı? Yetər, kölə oldu cahangirlərə, ey barış deyənlər, ayağa qalxın. Bir göyərçin şəkli çəkib üstünə, bir bayraq yaradıb göylərə taxın. Adınız gelsin. Size onu da hatırladım ki bizim Özbek halkına yakınlığımız o kadar değerlidir. Ve mektep inşa ettiler. O mektebe Özbekistan'ın tanınmış mütefekkirleri iş, yani bu layihənin ərsəyə gelmesi o kadar da büyük iş değil. Ama Deryada damcı da hesabdandı. Hərə öz gücünə yetdik, hərə öz bacarığına yetdik. Dostluq, qardaşlıq, həmrəylik nümayiş etdirəndə dünya gözəlləşir, həyat şirinləşir, mənalı yaşadığını adam biləndə uzun yaşamaq istəyir. Həyatdan bezdim deyənlər çoxdur, çünki onların həyatı yeknəsək olur, mənasız olur. Amma yaşadıkça yaşamaq istəyənlər var. Mən sizlərə də mənalı, sağlam, gələcək arzu edirəm və ümidvaram ki, siz bu məktəbdə, bu təhsil ocağında aldığınız biliklərlə bizim gələcək balalara qayğı göstərəcəksiniz. Onların vətəndaş kimi böyüməsində ilk zəhmət sizin olacaq və o zəhmət faydalı olacaq, itməyəcək, bitəcək. Bitəcək deyəndə fikirləşdim ki, hər şeyin bir başlanğıcı olduğu kimi bir sonu da olur. Biz tədbirimizi burada yekunlaşdıraq, amma dağılışmayaq, bir xatirə şəkli çəkək. Bilirəm, söz verəcəyəm, üzrlü say, deməli, biz əlbəttə layihənin ərsəyə gəlməsində bizə dəstək olduğuna görə biz Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk, bildirməliyik. Amma sizə də dərin-dərin təşəkkürlərimizi bildiririk ki, siz bizə vaxtınızı sərf elədiniz, qapılarınızı açdınız, bizə bol-bol təbəssüm bəxş elədiniz. Allah Taala'nın diqqəti sizin üzərinizdə olsun, xoşbəxt, bəxtəvər günləriniz qarşıda olsun. Əlbəttə, ev yəsinin sözünü dinləmək Çox sağ olun. xoş olar. Sağ olun, çox sağ olun. Lərimiz Özbəkistan haqqında məlumatları var idi. Onun əlaqələri haqqında da daha geniş məlumat əldə etdilər sizin bu çıxışınızdan sonra. Gözəl şeirlərinizlə, tərcümələrinizlə tanış oldular. Azərbaycan-Özbəkistan əlaqələri həmişə çox qədimdən, belə deyim, qədim deyəndə ki, eyni türk xalqıyıq da, yəni. Hətta mahnı da var, yəqin tələbələr o mahnını da bilir ki, biz eyni soydanıq və dilimizin yaxınlığı da həmçinin. Mən inanıram ki, bugünkü tələbələr, biraz mən tədbirin üzürlü bilin vaxtının çox uzanmasını istədim. Çox da danışmayacağım, söz verirəm onlara. Çünki onlar yenidən dərsə getməlidirlər. Yəni, biraz ona görə çox danışmaq istəmirəm. Mənə elə gəldi ki, tələbələrimiz maarifləndilər,
Azərbaycan-Özbəkistan əlaqələri adı da çox maraqlıdır, ədəbi və əbədi köklü. Hər bir sizə təşəkkür edirəm gəldiyiniz üçün, çıxışlar üçün və təbii ki, sizə qulaq asan, səbirlə sizi dinləyən bizim əziz tələbələrimizə bir daha təşəkkür edirəm. Sağ olun.